Bəli, biz davam edirik və artıq finalçılar müəyyənləşdi. Amma finalçıların adlarını söyləmədən öncə mən bir daha istəyirəm ki, təşəkkürlərimizi bildirək. Bizim dəyərli baş sponsorumuz Evrolüx'a təşəkkürlərimizi bildiririk. Çox sağ olsun. Minnətdarıq bu gözəl dəstəyə görə. Artıq bütün mallarına mən göstərmək istəyirəm, bir daha göstərmək istəyirəm. Artıq Evrolüx bütün mallarına gördüyünüz kimi bax bu şəkildə sertifikatlar təqdim edir. Təşəkkürlər, alqışlar Evrolüx'a, minnətdarıq. Və davam edirik. İkinci bizim dəyərli sponsorumuz Medistyle Hospital'a alqışlar rica edəcəyəm. Hər bir probleminiz, dərdiniz oldu, müraciət edin Medistyle Hospital'a. Çox gözəl bir həkim kollektivi, işçi kollektivi sizin köməyinizə gələcək. İnanın ki, ölməyə imkan verməyəcəklər. Yaşamaq lazımdır Medistyle Hospital'la bərabər. Və burada həkim qrupu var, onlara da təşəkkürlərimizi bildiririk. Burada hər hansı bir xətalar üz verəndə onlar dərhal müdaxilə edirlər və hər şey yenidən həyata qayıdır, öz qaydasında olur. Təşəkkürlər, sağ olun. Burada səslənən karaoke mahnılara görə Virex studiyasına təşəkkürlər. Əgər sizə də karaoke mahnıları və minuslar lazımdırsa, buyurub müraciət edə bilərsiniz. Təmizliyə görə, səliqə səhmana görə Buta Təmizlik Kombinatına dərin təşəkkürlərimizi bildiririk. Və əlbəttə ki, Buta Təmizlik Kombinatında müraciət etməklə siz evinizdə olan bir çox işlərin öhdəsindən gələ bilərsiniz. Mənzillərin ümumilikdə və təmir sonrası təmizliyi, evlərinizdə pəncərə və çırçıraqların yuyulması, yumşaq meyvələrin bütün ləkələrdən təmizlənməsi və digər xidmətləri əldə etmək mümkündür. Təşəkkürlər, Buta Təmizlik Kombinatı. Və indi isə əsas finalçıları dəvət edəcəyik. Finalçılarımız gələcək bura. Finalçılarımız kimlər oldu? Beləliklə, finalçılar Seymur Niftiyev gəlir. İkinci finalçımız Mənzərə Şeyxova gəlir. Yox, hər şey qaydasındadır. Həyat davam edir. Çox qorxmuşdunuz. Ən çox nədən qorxurdunuz? İlandan yoxsa? Hər ikisindən. Hamısından? Qurtla, ilandan. Qurtla, ilandan. Əsas qorxmalı şeylər həyatda elə qurtla, ilandır. Və indi isə son finalçımız Xəyalə Əliyeva gəlir. Beləliklə, 3 finalçı var. 3 finalçıdan biri bugün evə 2 qat sevinclə qayıdacaq. Eyni zamanda ola bilsin ki, borclu olan insanları sevindirəcəklər. Mən sevindirəcəm. Baxın. 200, 300, 400, 500, 600, 700, 800, 900. Burada 1000 manat var. Təşəkkür. Bu 1000 manatı qazanmaq istəyən, onlara verilən son tapşırığı auditoriyanın qarşısında doğru, dürüst, düzgün şəkildə yerinə yetirməlidir. Mahnını kəsməmək vacib amillərdən biri. İşi gördükdə alınmadı, mahnını kəsmədən oxuyaraq yenidən davam edirik. Və sonda biz biləcəyik ki, kim qalib oldu. Bəli, finalçılar burada, pul burada, mən də burada. Qalib olan bu meydanda sona qədər qalan 1000 manatı aparacaq. Hörmətli iştirakçılar, bir-birimizə qarşı kürəyimiz bir-birimizə qarşı olacaq. Oynayarkən, fırlanarkən üzü çevirib, mənə belə rahatdır, dayanmaq olmaz. Çalışın, bir-birinizi itələməyin. Mahnını kəsmirik. Kim oxumasa, qalib də olsa pulunu verməyəcəyik. Yerə yıxıldınız, təzdən ayağa qalxırsınız. Yox, ora yox. Burada, fırlanan meydanda yıxıldınız yerə, təzdən qalxırsınız. Daha yıxılmışam yerə, qəşəngcə uzanım, oradan bir çay da gətir, başınqa dönün. Belə şeylər olmasın. Aydın. Mahnı sona bitənə qədər qalxmalısan. Narahat olma. Bu dairədə hələ ki 3 nəfər bir yerdə qalan olmuyor. Biz heç düz yerdə 3 nəfər bir yerdə qala bilmirik. Qaldı ki fırlanan yerdə. Mahmud! Hansı mahnıdır? Gönül Kərimova taparam mən səni yar. Getdik! Çox gələn mahnılardan biri. Əsas davamlı yeri var. Yandır
salmısan eşq oduna, yandırıbsan oduna, salmısan eşq oduna. Hara getsən o yerə, çıxaram mən yoluna. Hara getsən o yerə, çıxaram mən yoluna. Bilmirəm necə gözüm, yolunda qalıb gözüm. Sənə qurban oluram, arxamda gəlləm özüm. Gəzərəm hər diyarı, taparam mən səni yar. Etmərəm səbri qərar, alaram mən səni yar. Gəzərəm hər diyarı, taparam mən səni yar. Etmərəm səbri qərar, alaram mən səni yar. Gəzərəm. Oxumurum ha. Oxumurum. Hələ oxumurum. Oxumurum. Aşıqam yanar sinəm, seninə düşən mənəm. Aşıqam yanar sinəm, telinə düşən mənəm. Gəlirə izin getmə, dəli tək sevən mənəm. Qəlbərə küsüb getmə, dəli tək sevən mənəm. Oxuyun. Telinə düşən sənəm, bu qədər küsüb getmə, dəli tək sevən mənəm. Beləliklə, mən qalibin adını deyəcəyəm və həmin qalib gələcək dairəyə. Beləliklə, bugünkü yarışmanın qalibi Mənzərə! Əslində mən heç də pis oynamadım. Oyuna elə finala qədər gəlmək mənim üçün böyük idi. Yəni bu özü bir uğurdur. Amma mənim yıxılmağım isə mən daha yaxşı oxuyurdum mahnıları. Onların fikri özlərini tarazlamaqdaydı, mənim fikrim isə mahnıdaydı. Həm də ki mən ayağımın yerini dəyişdim, o özümü onda saxlaya bilmədim. Yıxılmağıma səbəbi oldu ki, Mənzər xanım mənə toxundu və mən yıxıldım. Düşünürdüm ki, sona dək gedəcəm, amma bir balaca dözümsüzlük nümayiş etdirdim və bunda da təbii ki, Mənzər xanımı günahkar görürəm. Amma buna rəğmən o qazandı və təbrik edirəm. Finala mən çıxdım, çox şükürlər olsun. Düzdür, xəyalı ilə bir balaca aramızda fərq var. Ancaq mən inanırdım ki, bu 1000 manatı mən aparacağım. Şükürlər olsun ki, bunu qazandım. Sonuncu sən düşdüyünə görə qalib sən sayılırsan və bu 1000 manat sənindir. Mən səni təbrik edirəm. Onlar da səni təbrik edir. İştirakçılara təşəkkürlərimizi bildirdik. Oyunumuzda iştirak etmək istəyənlər 077 271 17 67. Sən gedin, gəlin, yarışın və 1000 manatı qazanın. Sevgilim gel görüşelim, inan sen sevgilim. Görmesen analım, yaman analım, yaman olan düşman. Üzülüp katar katar, kınalar çölecek. Gelen sen mi? Gelen sen mi? Bıktırma, sandırma, yeter beni kızdırma. Aşkın ateşi yakarmış, ateşi